Salam, xoş gördük dəyərli izləyicilər. Bugün sizə ABB tətbiqində ən çox soruşulan məsələlərdən biri unudulmuş giriş kodunun necə bərpa edilməsini addım-addım göstərəcəm. Bir çox izləyici tətbiqə daxil olmaq üçün alt rəqəmli kodu unudub və yenisini təyin edə bilmir. Dələrdə yazmışlar, ona görə də bu videonu yeniləyib tam hazır şəkildə sizə təqdim edirəm. ABB tətbiqinə daxil olduqdan sonra giriş ekranında aşağıda yazılmış giriş kodunuzu unutmuşsunuz bölməsinə klik edirik. Açılan pəncərədə iki seçim görünəcək. PIN kodla daxil olmaq, bank kartının nömrəsi ilə daxil olmaq. Hər ikisi eyni funksiyanı yerinə yetirir. Mən bu nümunədə PIN kodla davam edirəm. Amma əlinizdə ABB-yə məxsus aktiv kart varsa, kart nömrəsi ilə də davam edə bilərsiniz. PIN kodu daxil edib davam et düyməsinə klikləyirəm. PIN kodun nə olduğunu bilməyən izləyicilər üçün bu videonun sağ künc hissəsində i butonundan PIN kod nədir videosuna baxa bilərsiniz. Mobil nömrənin təsdiqi. Növbəti ekranda sizin təsdiq üçün mobil nömrənizi daxil etməyiniz tələb olunur. Bu nömrəyə OTP, yəni bir dəfəlik kod göndəriləcək. Əgər artıq nömrəni dəyişmisinizsə, o zaman telefon nömrəmi dəyişmişəm bölməsinə keçib yeni aktiv nömrəni daxil etməlisiniz. Bu halda OTP həmin nömrəyə gələcək. Mən əvvəlki nömrəmlə davam edirəm. OTP kodu telefonuma gəlir və onu uyğun xanaya daxil edib davam edirəm. Təhlükəsizlik üçün biometrik təsdiq. Əvvəlki qaydalardan fərqli olaraq ABB tətbiqi artıq yalnız OTP ilə kifayətlənmir. Təhlükəsizlik səviyyəsi artırıldığı üçün sima, yəni üz tanıma ilə də əlavə təsdiq tələb olunur. Kamera açılır və qısa biometrik yoxlamadan keçirsiniz. Yoxlama tamamlandıqdan sonra bir neçə saniyə gözləyirik və uğurlu yazısı ekranda görünür. İndi sənədlərin imzalanması üçün yeni PIN kod yaradırıq. Eyni PIN-i ikinci dəfə daxil edərək təsdiqləyirik. Ardınca barmaq izi təsdiqi, əgər telefon dəstəkləyirsə, həyata keçirilir. Və nəhayət tətbiqin yeni alt rəqəmli giriş kodunu yaradırıq. Bir daha daxil edib təsdiqlədikdən sonra proses tam olaraq yekunlaşır. Beləliklə dostlar, ABB tətbiqində unudulmuş giriş kodunun bərpası bu qədər sadədir. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Videonu bəyənməyi, paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Növbəti faydalı videolarda görüşənədək sağ olun.